Geldim dağlara, geldim dağlara, gör ne güzeldir. Çay seyrele çaylarım çağlayıp gitsin. Üreyde kederim qovla. Canay televiziya. Deyirəm gör kimlərin ümidinə qalmısan Sən ki belə deyildin, səni bu günə salanlar utansın. Deməli, bu müğənnicik sinəsinə döyüb ki, bəs bilirsiniz mən necə canlı oxuyuram. Dəhşətizm, fantastik. Bunlar da deyiblər ki, bu meydan, bu şeytana üzr istəyirəm, bu meydan, bu da müğənni. Gəl oxu da, bu da alıb mikrofonu əlinə və başlayıb oxumağa. Daha doğrusu çalışıb oxumağa. İndi bu müğənni bir müddətdən sonra çıxıb deməsə ki, ayda mənim 20 minlik toyum olur, mən adımı dəyişərəm.